Rusiyanın bu cür davranışı Ukraynada yaşayış məntəqələrini, yaşayış binalarını hədəfə alması bir daha onu göstərir ki, Rusiya dövləti müharibəni belə normal 21-ci yüzyılın tələblərinə uyğun apara bilmir. Rusiya çökür. Həqiqətən də Ukraynanın strateji hədəflərə indirdiyi zərbələr Rusiyanın daxilində əməlli başlı çaxnaşma yaradıb, qıtlıq yaradıb, insanlar adi çörək puluna belə möhtacdılar. Hətta Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyaya aparılması yasaqlandığına görə, engellendiğine göre Rusiyanın elə yerləri var ki, orada adi pomidor, xiyar belə tapa bilmirlər. İnsanlar gelip zibilliklərdə işələnir. Rusiya elə bir bataqlığa saplanıb ki, heç özü də istəsə belə oradan çıxa bilmir. Bax, bugün baş verənlər onu göstərir ki, Rusiya Ukraynanı zəif bənd hesab etmişti, ama ciddi şekilde yanıldı. Ukrayna artık həmin Ukrayna değil, getdikcə qüvvətlənir, özünün silah sursatını istehsal edir, uzaq mənzilli raketlərini istehsal etmeye hazırlaşır və təbiidir ki, bundan sonraki mərhələdə Rusiyanın vəziyyəti daha da pis olacaq. Nəticə isə o olacaq ki, Rusiya dövləti, Rusiya Federasiyası adlı dövlət paramparça olacaq. Yerində yeni müstəqil dövlətlər qurulacaq. Onlardan biri də Rusiya Respublikası adı altında Moskva, Peterburg vesaire bu cür şəhərlərdən yaxud da onların ətrafındakı ərazilərdən ibarət olacaq.